Salam, hər vaxtınız xeyir. Demo dərslərə baxdım. A1 deyil də, dərslərə A2 səviyyəsindən başlamaq mümkündürmü? Belə mesajlar çox alıram və ümumi təcrübəni nəzərə alanda tələbə haqlıdır zaten. A1 sıxıcı gələrdi. Sıradan bir qrammatika kursuna yazılsaydı. Keçib də adam onları. A2-dən başlamalı ki, bir heyecanı olsun. Zaten çox yüksək ehtimalla tələbə yüngülvari də olsa dirəşsə, istədiyini verəcəklər o kurslarda. Çünki məqsəd onu bir şəkildə dərslərə yazıb pulunu almaqdır. Amma mənim təklif etdiyim dil üzərində total hakimiyyətdir. Üzdən oxuduğun, çalışmalarını işlədiyin, keçdin yoxdur burada. İlk toxunuşdan görürsən ki, bu təmiz başqa temadır. Və bu proqramda levellərin sərbəst atışı yoxdur dostum. Bazar açmamışam yəni. Siz ödənişinizi edib qeydiyyatdan keçdikdən sonra mən sizi videozən üzərindən test edirəm və dil bilik səviyyənizə uyğun paketlə dərslərə başlayırsınız. Yəni istədiyiniz paketi deyil, ingilis dilinizin ehtiyacı olan paketi verirəm sizə. Çünki istədiyiniz səlistlik və professionallığa yalnız belə sahib ola bilərsiniz. Və təlimatlarıma uyğun işləyən istisnasız bütün tələbələrimdə hər şey vəd edildiyi kimi irəliləyir. Azərdə də, Aysuda da, Şaxruxda da, bütün tələbələrimdə. Sən də edə bilərsən. Direktdə demo yaz, nümunə dərslərlə təlimatlarıma uyğun işlə və bir dilin necə öyrənildiyini tam təcrübə et. Demo dərslərdə görüşərik.